Salam mənim əziz dəyərli izləyicilərim. 2026-cı ilə artıq sayılı günlər qalır. Bəs 2025-i necə keçirdik? 2026-ya necə başlayacağıq? Gəlin ilk öncə 2025-ci ili necə keçirdik ona baxaq. 2025 hər birimizin həyatında tamamlanma ili oldu. 2025-ci ildə yarım qalan hisslərimiz, yarım qalan düşüncələrimiz, yarım qalan hekayələrimiz tamamlanmaya başladı. Biz 2026-cı ildə isə yenidən 9 illik bir döngüyə giririk və bu 9 illik döngü yenidən bizim həyatımıza gəlməyə başlayacaq. 2025-də tamamladığımız mövzular artıq 2026-cı ilə keçməyəcəkdir. Yəni, uğursuz iş kuranlar, uğursuz ailə kuranlar, söz-söhbətlər yaşayanlar, ilişkilərində, münasibətlərində problemlər yaşayanlar, 2025-ci ildə nə problem yaşamısınızsa, onu 2026-cı ildə həll etməyə çalışmayın. Çünki siz 2026-cı ilə 2025-ci ilin mövzularını daşısanız, il sizə yenidən 9 illik bir döngü açacaqdır. Hansı ki bu 9 illik döngü yenidən sizin həyatınıza problemlər və həll edilməmiş problemlərin yenidən çabasını, yenidən qaynıqlarını və eyni zamanda çətinliklərini yaşadacaqdır. Gəlin ilk öncə özünüzə sual verin. Biz əgər bugün həyatımızda bir problem varsa, bunu 12 ay ərzində həll edə bilməmişiksə, artıq bu problemi növbəti ilə də keçirtməyin heç bir mənası yoxdur. Çünki 9 illik döngünü tamamlaya bilmədiyimiz bütün işlərimizi artıq tamamlamağın yerinə hər şey yarıda saxlayıb yeni bir yol çizməliyik. Hansı ki bu yol bizim həyatımızda bizə uğur döngülərini qazandırmalıdır. Hansı ki bu yol bizim həyatımızda gedəcəyimiz, əldə edəcəyimiz bütün uğurların gəlməsinə vəsilə olacaqdır. 2026-cı ilə hər şey yenidən başlayır. Çünki klassik numerologiyaya görə başlanğıc olan 2026, karmik numerologiyaya görə isə 10'dur. Talihin yükünün yüngülləşməsi, çətinliklərin azalması, maddiyatın bolluq və bərəkətin gələcəyi bir ildir. Matriksimizə görə isə 19 enerjisini verən 2026 bizə işıq kimi saçılacaq həyatımızda. Bu 3 rəqəmin kombinasiyasını birlikdə quraraq öncə özümüzə yol çizib və bu çizdiyimiz yoldan necə getməyimiz lazım olduğunu talihin yükü ilə 10 karması ilə açırıq və 19 matriksi ilə birləşdirərək özümüzü işıqlı bir yola aparmalıyıq. 2026-cı il bizim üçün çətinliklərin bitəcəyi ildir. Ancaq ilk öncə nəyə baxmalıyıq? Burada vacib olan nüanslarımızdan ən vacibi isə hər şeyin başlanğıcıdır. Köhnə münasibətlər, həll olunmamış duyğular, çətinliklər, sıxıntılar, narahatçılıqlar, hər şeyi qapatmalı və yenidən yazmalıyıq. Bu səfər 9 illik döngü bizə yeni bir həyatı, yeni bir istiliyi, yeni bir enerjini gətirəcək. Bu enerjiyə hazırsınızsa, hər şey yenidən başlamaq istəyirsinizsə, köhnəyə son qoymaq istəyirsinizsə, 2026-cı ilə full odaqlanın və ili rahat şəkildə keçirtməyinizə səbəb yaradın. İl 2026-cı başlanğıc ili olsa da, təbii fəlakətlərin gəlməyəcəyi bir il olacağını düşünürəm. Çünki hər şeyin başladığı, bəlkə də təbii fəlakətlər illər sonrası gələ bilər. Amma bu il başlanğıc il olduğuna görə öncəliklə tədbirlər görsək, həyatımızda, ölkəmizdə, dünyamızda heç bir çətinliklər yaşanmayacaq. İlin başlanğıcı necə başlasaq, yəni 1-ə keçirik, bir rəqəmin təsirinə keçiriksə, bundan sonraki 8 ildə, yəni toplam 9 həqiqi ədədlər üzərində illəri dəyərləndirsək, toplam 9 illik döngünün başlanması 1'dir.
Yəni 1 ilə biz başlayırıq, 8 il bu 1-in təsirində davam edib daha sonra 9-u yaşayırıqsa, deməli digər 8 il bu ildən asılıdır. Ona görə bu ilimizə çox-çox önəm verməliyik və hər şeyin ən çətin, sıxıntılı, narahatçılıq olan mövzuları qapadın, xoşbəxtliyə adayın özünüzü.